Simarə Rizvanlı, sizdən başlayaq. Bəli, buyurun. Oxuyum. Aha, Uşaqlar arasında gözlənilmədən münaqişə yarandıqda dərhal təmkinlə müdaxilə edirəm. Tamamilə razıyam. aha. Vəziyyəti ələ almaq lazımdır. Bəli, burada tamamilə razıyam. İkinci. İkinci sual. Özümü bəzən lazımsız hiss edirəm, qətiyyən razı deyiləm. Öz ixtisasım və öz potensialıma güvənərək özümü öz sahəmdə lazımlı hesab edirəm. Burada cavabımız nə olacaq? Qətiyyən razı deyiləm variantı. Aydındır. Üçüncü sual. Yanımda kimsə olsa emosiyalarımı tutmayıb ağlayıram, qətiyyən razı deyiləm. Yanımda kimsə olsa emosiyalarımı tutmayıb ağlayıram, qətiyyən razı deyiləm. Bəli, ikinci Yaxşı. sualda deyəsən razıyam yazılmışdı. Yox, ikinci sual qətiyyən razı deyiləm idi cavabı. Bu sualın cavab variantı Simarə müəllimə deyir ki, qətiyyən razı deyiləm. Siz nə fikirləşirsiniz? Kim deyər? Mən də qətiyyən razı deyiləm seçmişdim. Məncə Amma orada cavabda razı deyiləm. Qətiyyən razı Qətiyyən deyiləm. yox. Deyir ki, yanımda kimsə olsa emosiyalarımı tutmayıb ağlayaram. Burada söhbət qismən razıyamdır. Bəzən elə ola bilər ki, yanımızda kimsə olarsa, biz emosiyalarımızı, məsəl üçün, hər hansı bir istədiyimiz bir insan yanımızda olarsa, hər hansı bir görmədiyimiz şəxs olarsa, bir müddətdən sonra, məsəl üçün, biz onu görürüksə, təbii ki, biz istər-istəməz emosiyalarımızı saxlamayıb, onu görürüksə, darıxdığımız üçün təbii ki, başlayırıq ağlamağa da müəyyən və yaxud da bizə sevindirici xəbər verilsə, biz başlayırıq göz yaşlarımızı saxlaya bilmirik, ağlayırıq. Bu təbii ki, ola bilər. Elə deyil? Ola bilməz. O nöqteyi nəzərdən düşünməmişdim mən. Ola bilər də bu. Belə hal ola bilər də, elə deyil? Yəni burada qismən razıyam fikri doğru. Bəli. 50% ola bilər, 50% ola bilməz. 4-ə baxaq. Təcrübəli olmağıma baxmayaraq, gənc həmkarlarımda yeni şeylər öyrənməyə açığam. Bu tamamilə razıyamdır. Yeniliklərə açığam. Aha. Yeniliklərə açıq, tamamilə razıyam. Doğrudur. 5-ə baxaq. İş yoldaşlarımın şəxsi həyatı haqqında müzakirələr aparmaq mənə maraqlı gəlir. Burada ziddiyyət qətiyyən razı deyiləm. Yəni müzakirə aparmaq. Təbii ki, iş yoldaşlarımın şəxsi həyatı haqqında Qətiyyən şəxsi razı həyatı deyiləm, ola seçərdim. bilməz. Burada qətiyyən razı deyiləm. Aydındır. Sahilə müəllimə Əmrahova. Bəli. Ev almaq üçün imkan yaranarsa uğurluq edərəm. Burada müəllim qətiyyən razı deyiləm. Təbii ki, qətiyyən Yəni razı bu deyiləm. düzgün deyil də, yəni. Ətrafımdakılar çox inadkar olduğumu deyirlər. Qismən razı ola bilərəm də mən. Bəzən ola bilər insandır da, insanda vəziyyət elə yarana bilər ki, qismən də olsa inadkarlıq ola bilər. Qismən razıyam variantı, Ola baxın, real variantdır. Yəni 4 ballıq variantdır. Onu sizə deyim. Razı deyiləm variantı isə 5 variantlıqdır, 5 ballıqdır. Yəni niyə görə? Çünki baxın, razı deyiləm odur ki, 100% inadkar deyiləm, amma 20% inadkaram. Yəni 20% inadkar olmaq nədən söhbət gedir? Məsəl üçün, hər hansı bir uğursuzluq yaşayanda yenə də cəhd eləyirəm. Bu mənada inadkaram. Nə bilim, belə deyək də, nəsə bir hadisə olanda yenə də çalışıram ki, belə deyək də, müsbət addımlar olsun. Yəni ruhdan düşmürəm. Bu mənada inadkaram. Amma digər mənada, məsələn, uşaqlara deyirəm ki, sakit dur. Uşaq sakit durmasa yenə də deyirəm sakit dur. Bu mənada inadkar olmaq düzgün deyil. Və yaxud da uşaqlara aqressiya olsun, digər məqamlar olsun. Burada inadkar olmaq düzgün deyil. Amma iş baxımından məsəl üçün istəyirəm ki, bu iş mənim olsun. Dəfələrlə çalışıram, həmin yerə imtahan verirəm. Bu baxımdan inadkaram. Ona görə də razı deyiləm fikri normal ola bilər. 8. İncəsənət muzeyinə getməyi sevirəm.
razıyam burada. Yəni incəsənət tək incəsənət muzeyinə də gedirəm, amma başqa muzeylərə də gedirəm də. Yəni burada razıyam. Digərləri də var. Aha, bəli. Burada Ola bilər razıyam. müəllim. Çünki təkcə İncəsənət Muzeyinə getmirəm də, başqa yerlərə də gedə bilərəm. 9. 9. Mənə tanış olmayan bir terminlə qarşılaşdıqda dərhal onun mənasını axtarıram. Burada tamamilə razıyam da. Yeniliyə açıq, yəni hansısa bir məlumatı öyrənməyə çalışıram, araşdırıram. Tamamilə razıyam A variantı. Aha, tanış olmayan. Müəllim salam, hər vaxtınız xeyir. Burada tamam, hər vaxt sözü. Tamamilə razıyam ola bilər, yoxsa razıyam ola bilər? Razıyam da ola bilər. 5 ballıq bəlkə də razıyam. Razıyam Tamamilə razı, müəllim. 4 Çünki ballıq. terminlər deyir də orada. Nələrsə yəni köməkdir, Mənim nələrsə razıyam bunlar. Çünki dərhal Məncə tamamilə araşdırmaq razıyam. olmur. Yəni belə deyək də, elə şey var ki, məsələn yol gedirəm. Yol gedəndə qəfildən termin gördüm. Marketin qabağını, məsələn, marketin adı. Mənim marketin adı nəyimə lazımdır? Mən bunu araşdıram. Nə edirəm ki? Amma işimlə bağlı təbii ki varsa, mən bunu araşdıraram. Yəni hamısını araşdırmıram ki, işimlə bağlı. Onda tamamilə razıyam. Yaxşı, ona baxın. Müəllim biz istəyirəm, mən dərsə indi qoşuldum. Bir dənə sual verəcəm. Burada atmısınız linkdən sonra o müraciətə baxış. Mən orada vakansiyalarda öz adımı görə bilmədim. O nədir? Mən anlamadım, başa düşmədim. O müraciətə baxış olur ki, siz vakansiyaları belə deyək, məktəbin adını yazırsınız, sizin ad soyadınız orada gəlir də. Hə, orada adımı görmədim, seçdiyim vakansiya Diqqətlə başqa baxın, qızların yəqin adı səhv var idi. Mən baxmışsınız. görə bilmədim. Ona görə mənə qəribə gəldi. Müəllim, mən Hə, məktəbin adını yazıram. Ayın neçəsi keçmirsiniz, Heç nə Aygüz gəlmir müəllimə? axı. Heç öz adım da gəlmir. Qeydiyyatdan neçəsi keçmirsiniz? Yəni qeydiyyatdan o 20-sindən o tərəfə keçənlərdir. 20-sindən bəri keçənlərə aid deyil o. Onlar üçün deyil. Yox, hələ qeydiyyat açılan günü axşamı həmin günü keçmişdim Adınız mən. olar orada. Yəni diqqət. Səhər Mən də. günü. Ola bilər ki, başqa bir adla daxil olmusunuz, bilmirəm. Hə, Davam edək. Deməli, 10-cu suala Yaxşı. Sahilə müəllimə baxaq. Özünü pis hiss edəndə ona qarşı tamamilə soyuqqanlı qalıram. Burada qətiyyən razı deyiləm. Yəni soyuqqanlı qalmıram. Yəni ona yanaşıram, fikrini öyrənirəm, səbəbini öyrənirəm, empatiya qururam. Bəli, biri özünü hiss edəndə ona qarşı tamamilə soyuqqanlı olmaq doğru deyil, ona yaxınlaşmaq doğrudur. Bəli, doğrudur. Ona görə cavab Y. Yaxşı, davam eləyək. Cavab verənlər əllərini yendirsinlər. Orxan Mədatov, buyurun. Bəli mən. Buyurun, 11-ci sual. Şirkət hesabına kiçik mənimsəmə edilərsə və bunu heç kim bilməzsə, bunda böyük qəbahət görmürəm. Qətiyyən razı deyiləm. Təbii ki, qətiyyən razı deyiləm. Biz bunu deməliyik, bildirməliyik. Başqalarını mühakimə etməyə xoşlayıram. Qətiyyən razı deyiləm. Aha, qətiyyən razı deyiləm. Heç kimi mühakimə etmək olmaz. 13. Gözlənilməz çətinliklər yarandıqda məsuliyyəti üzərimə götürməkdən çəkinmirəm. Tamamilə razıyam. Tamamilə razıyam. Bəli. Doğrudur. 14. Çox pulumun olmasına əhəmiyyət vermirəm. Razı deyiləm. Yəni 80% əhəmiyyət verməyə bilərəm, amma 20% əhəmiyyət 20 vermirəm. faiz bəli, əhəmiyyət vermək olar pula. Təbii ki. Doğrudur. 15. İş yerində bir həmkarımın kiçik bir oğurluq etdiyini görsəm, münasibətimizi korlamamaq üçün susaram. Qətiyyən razı deyiləm. Təbii ki, burada biz həmkarlarımız əgər oğurluq edirsə, biz susmaq olmaz. Biz ona yaxınlaşmalıyıq. Vəziyyəti deməliyik ki, belə deyək də, belə bir hadisə baş verib sizdə. Yəni oğurluq yaxşı hal deyil, sən edirsən. Yəni o ilə danışaram və əgər məsələn qiymətli bir şey etsə, gizlincə bunu aparıb yerinə qoymasını deyərəm ki, heç kim bilməsin. Əgər yox, müdür bilsə, bu zaman müdürlə də gedib söhbət eləyərəm ki, başqa belə deyək də, işçilər bilməsin, öz arasında həll olsun o məsələ. Bu baxımdan susmaram. Sonra
Davam eləyək Pərvanə Abuşova. Dostlarım iş masamın səliqəsiz olduğu barədə mənə zarafat edirlər. Razı deyiləm. Bəzən edə bilərlər də, o baxımdan razı deyiləm fikri daha uyğun ola bilər. Sonra Bəli. İncəsənət, musiqi və ədəbiyyat həyatımın mühüm bir hissəsini təşkil edir. Razıyam. Yəni mühüm bir hissəsini yox, amma bir hissəsini təşkil edə bəli, bilər. sənət ola bilər, musiqi, ədəbiyyatdır. Bu belə deyim, mühüm bir hissəni təşkil edir. Yəni ki, burada razıyam odur ki, 80% incəsənətdir, musiqidir, ədəbiyyatdır. Bunlara mən qulaq asıram və yaradıcı biri olduğumu nümayiş etdirirəm də bu cümlə ilə. Amma tamamilə razıyam yazsaq, bu o deməkdir ki, siz incəsənətlə məşğul olursunuz 100%. Bu da düzgün olmaz. 18. Hı -hı. Özümü hamıdan fərqli hiss edirəm. Razı deyiləm. Aha. Burada cavab nə olacaq? Düzdür müəllim? Razı deyiləm. Qətiyyən razı deyiləm yazmışam. Qətiyyən razı deyiləm, düzgün olmaz. Baxın, özümü hamıdan fərqli hiss edirəm. Bu nə ola bilər? Məsəl üçün, digər insanlardan nəyə görə fərqli hiss edə bilərəm? Tutaq ki, savad cəhətdən, bilik cəhətdən digər insanlardan özümü üstün hesab edə bilərəm. Başqa bir insanla müqayisə etsəm və yaxud da geyim cəhətdən, məsəl üçün, bəzi insanlardan özümü üstün hesab edə bilərəm. Nə bilim, digər məqamlardan var ki, onlardan məsəl üçün təcrübə baxımından ola bilər, dil baxımından, dili yaxşı bilmək baxımından. Yəni bəzən özümüzü biz kimdənsə üstün hiss edə bilərik. Amma burada söhbət nə gedir? Biz baxımından gedə bilər, dünya görüşümüz baxımından üstün hesab edə bilərik, nə bilim, bacarığımız baxımından, biliyimiz baxımından hiss edə bilər. Amma digər insanlardan özümüzü belə deyək də qanun baxımından deyim, belə deyək, digər məsələlərdən özümüzü üstün fərqli hiss etmərik. Çünki bu bizim üçün bir yekəxanalıq yarada bilər. Ona görə də biz burada deyirik ki, qismən razıyam. Çünki 50% mən özümü üstün hesab edə bilərəm. Harda dediyim məsələlər savad baxımından, təcrübə baxımından özümü kimdənsə üstün hesab edə bilərəm. Amma bəzi məqamlarda isə hamı ilə eyniyəm. Yəni hamı necə, mən də eyni. Yəni hamı ilə eyniyəm, fərqli hiss etmirəm burada özümü. Bu baxımdan cavabımız qismən razıyam daha dolğun olacaq. 19. Sabah görəcəyim işlərin siyahısını öncədən hazırlamaq mənə vaxt itkisi kimi gəlir. Qətiyyən razı deyiləm. Təbii ki, sabah görəcəyin işlərin siyahısını öncədən hazırlamaq əksinə vaxt itkisi deyil. Əksinə sən vaxt qazanırsan. Çünki artıq əvvəlcədən görəcəyin işləri indirsən, sabahları demək olar ki, boş olursan, onun yerinə başqa işi görürsən. Aydındır? Tez özümdən çıxan birisiyəm. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Doğrudur, düzgün olmaz. Yaxşı, başqa kimlər cavab vermək istəyir? Əlləri qaldırsın, zəhmət olmasa. Başqa kimlər cavab vermək istəyir? Mənim cavab verim, məndə mümkün deyil əl qaldırmaq. Buyurun, cavablandırın. Alınmır. Hər bir insan müəyyən şərait yarandıqda qaydaları pozmağa hazırdır. Qətiyyən razı deyiləm. Təbii ki, qaydaları pozmaq düzgün deyil də, elə deyil. Y variantı doğrudur. Bəli. Ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyirlər. Burada razıyam. Ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyirlər. Burada cavab nə olacaq? Razıyam. Aha, burada məqam deyim də. Baxın. Ümumiyyətlə, kimsə bizə çox mükəmməlsən deyirsə, burada müəyyən bir səbəblər var. Ola bilər həqiqətən də mükəmməl ola bilərsən. Ola bilər, belə deyək, kimsə sizə yaltaqlanır. Buna görə sizə mükəmməl olduğunu deyir. Bəli. Ona görə də burada biz nə deyirik? Yəni ətrafımdakılar mənə çox mükəmməl olduğumu deyirlərsə, mən burada razı deyiləm fikri vuraram. Nəyə görə? Baxın,
çox mükəmməl olduğumu demək, mənim özümün hamıdan üstün olduğumu deyir. Yəni ki, ətrafdaşlar mənə deyir ki, sən çox mükəmməlsən. Deməli, belə deyək də, mən hamıdan üstünəm. Bura gətirib çıxardır bu məqam. Yəni artıq mənim eqolu olduğumu, yəni ətrafdaşlar mənə çox mükəmməl olduğumu deyirlərsə, mənim eqolu olduğumu gətirir. Mən bura yazdım məsələn tamamilə razıyam. Deməli deyirlər ki, hə, sən eqolusan da, özünü mükəmməl hiss edirsən. O fikirdəsən ki, ətrafdaşlar da sənə onu desin. Başa düşdünüz? Amma bu baxımdan ola bilər kimsə bizə belə deyər ki, sən bu gün çox mükəmməlsən. Bunu deyə bilər, bu təbii haldır. Amma bunu biz 20% deyə bilər. Yəni 100 nəfərin belə deyək də onu deyə bilər. Bunu hamısı deyə bilməz. Bu baxımdan razı deyiləm fikri daha dəqiq olacaq. Başqa kimin fikri varsa əlavə eləyə bilər. Siz nə yazmışdınız digər müəllimlər bu suala? Mən qismən razıyam yazmışdım. Qismən razıyam da ola bilər, doğrudur, razı deyiləm. Sonra 23. Müəllim, Bəli, məsələn, müəllim ona bir sual vereyim. buyurun. Məsələn, ətrafdakılar məsələn mənə ağıllı biri olduğumu dediklərini yenə ona razı deyiləm seçəcək, yoxsa yox? Təbii ki, eyni qaydada seçmək olar. Bunu hansı variant seçdik? Yəni mənim yaddaşım çox zəifdir. D variantı. Səhvimlə əlaqədar. Razı deyiləm. Razı deyiləm. Davam edeyim müəllim. Ha, buyurun. Boş vaxtlarımda yeni hobbilər öyrənmək və ya fərqli sahələri kəşf etmək mənə vacibdir. Razıyam. Təbii ki, boş vaxtlarımda yeni hobbi öyrənmək tamamilə razıyam yazmıram. Nəyə görə? Çünki boş vaxtımda ancaq hobbi öyrənirəm, amma başqa işlərlə də məşğul oluram. Ona görə də razıyam. Bəli, bəli. Uğursuzluqla qarşılaşdıqda özümü dəyərsiz və bacarıqsız hiss edirəm. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Əksinə bu düzgün deyil. Yəni bu formada biz deməyimiz düzgün olmaz. Sonra Bəzən daxilən xoşlamadığım insanlarla qarşılaşdıqda belə onlara nəzakətlə gülümsəyirəm. Qətiyyən burada mən qismən razıyam yazmışdım. razıyam fikri daha Yəni yaxşı. ola 50-50-yə də. Yəni ki, bu bizim pozitiv olduğumuzu göstərir. Yəni biz xoşladığımız insan olub olmamasına asılı olmayaraq biz hər kəsə qarşı gülərüz oluruq, pozitiv oluruq, gülümsəyirik. Bu baxımdan. Ola bilər indi müəyyən şəxs olsun ki, 20% ya xoşlamadığımız insan olsun, 20% harasa ona ciddi olaq. O insanla ciddi yanaşaq. Amma 80% insanlara gülərüz qarşılayırıq. Yaxşı, davam eləyək. Gülnaz Abdüləzimova biraz əvvəl əlin qaldırmışdı. Cavab vermək istəyirsiniz? Bəli. Buyurun, 26-ya baxaq. İş yoldaşlarımın səhvlərini dərhal rəhbərliyə bildirirəm. Qətiyyən razı deyiləm. Təbii ki, dərhal iş yoldaşımın səhvini deyə bilərəm rəhbərliyə. Nə zaman? Məsələn, birinci olaraq səhvini gördüm, özüm onunla söhbət aparıram. Sabahları yenə də eyni səhvi görəndə artıq deyirəm ki, mən üzrlü say, məcburam rəhbərliyə məlumat verim. Çünki rəhbərliyə məlumat verməsəm, bu hallar daha da artacaq, təhlükəli vəziyyətlər yaranacaq və s. Ona görə birbaşa yox, dərhal yox, müəyyən müddətdən sonra deyə bilərəm. Ona görə qətiyyən razı deyiləm. Səhvimi gizlədə bilsəm və bundan heç kim zərər görməsə, bunu etiraf etməyə ehtiyac yoxdur. Qətiyyən razı deyiləm. Yəni səhvi məncə yəni səhvimi etiraf etmək lazımdır məncə. Təbii ki, qətiyyən razı deyiləm, doğrudur. Yəni səhvim varsa, bunu etiraf etmək, yəni belə deyək də, etiraf etmək kimisə belə deyək, aşağılamır, əksinə ucaldır. Ona görə də cavab Y variantı doğrudur. Bəli. Gözlənilməz dəyişikliklər olduqda əvvəlki planlarımı dərhal dəyişirəm. Razıyam
Razıyam fikri daha uyğundur məncə. Razıyam. Yəni dərhal dəyişmirəm. 80% dəyişə bilərəm, amma 20% baxıram ki, görüm belə deyək də, belə eləsəm düz Dəyişmir olar. də Yəni bəli. 20% dəyişmirəm. Deyirəm ki, qalsın həmin o plan. Məqsədə çatmaq üçün bəzən kiçik yalanlar danışmaq tamamilə təbii və bağışlanandır. Tamamilə təbii və bağışlanandır. Kiçik yalanlar danışmaq. Qətiyyən razı deyiləm. Bəli. Yox, Məqsədə razı çatmaq üçün deyiləm. ümumiyyətlə yalan danışmaq düzgün deyil. Yalan olar, burada var. Məsələn, Yalan 20% danışmaq biz yalan danışa bilərik. Nə zaman? Məsələn, bizim yalanımız kiminsə həyatını xilas eləyirsə, tutaq ki, bir insan özünü görür ki, körpüdən atır. Bəli. Misal üçün deyirəm. Biz ona yalan danışırıq ki, o özünü körpüdən atmasın. Məsəl üçün bu müsbət haldır. Bu yalan danışmağımız müsbətdir. Amma həqiqətən də başqa yalanlar danışmaq isə bu mənfi. Aydındır. Xatirə müəllimə, səsi bağlayın da zəhmət olmasa. Bəli. 30-cu sual. Mənə tapşırılan yeni və mürəkkəb işlərin öhdəsindən gələ bilməyəcəyimdən qorxuram. Qətiyyən razı deyiləm. Aha, Yəni, qətiyyən razı deyirəm, çünki Yəni hər bir işin tapşırıqların öhdəsindən öhdəsindən gələ bilərəm. müəllim hər bir işin öhdəsindən gəlməlidir. Bəli. Yaxşı. Başqa kimlər cavab vermək istəyir? Əllərini qaldırsın görək. Məxluqa müəllimə Qurbanova, sizdən davam edək. Bəli müəllim, salam. Müəllimələri salamlayıram. Salam, cavab Buyur. gəlmədi sizə? Ospir oxuyum müəllimə. Müəllim. Aha, cavab gəldi sizə? Xeyr müəllim. Gələcək inşallah. Xeyr. Kabinetə gəlməlidir, hə müəllim? Kabinetə gəlir, bir də mesaj bölməsinə gəlir. O sizə gəlmişdi mesaj, ilk vakansiya kod gəlmişdi əvvəl, yadınıza düşür. Həmin yerə gəlir. Bəli. Hə, davam edirəm. Buyurun. Bir də baxarıq. Yəqin Ospir oxuyaq. Gündəlik işlərdə vərdiş etdiyim metodlar dəyişmək və yeni yollar sınamaq mənə həzz verir. Deyir ki, gündəlik işlərdə vərdiş etdiyim metodları dəyişmək və yeni yolları sınamaq mənə həzz verir. Razıyam müəllim. Razıyam. Aha. Burada siz razıyam cavabı seçirsiniz. Düzdür. Yəni gündəlik vərdişlərdə etdiyim metodları dəyişmək, yeni yolları sınamaq mənə həzz verir. Yəni Bəli. müəllim eyni metodlar dərs keçməməlidir, metodları Bəli. dəyişməlidir. Yəni metodları Dəyişmək köhnə lazım. metodda da Bəli. belə qalmalıdır. Ona görə tamamilə razıyam. Yox. Bezdirici olmamalıdır. Dəyişik olmalıdır da. Doğrudur. 32. Bəli. 32. Hər bir məsələdə öz şəxsi prinsiplərindən güzəştə getmərəm. Razı deyiləm müəllimdən. Deyir, hər bir məsələdə öz şəxsi prinsiplərimdən güzəştə getmərəm. Bundan razı deyiləm. Aha. Niyə görə razı deyilsiniz? Hər bir məsələdə öz şəxsi prinsiplərim. Axı hər yerdə öz şəxsi prinsiplərindən deyir, güzəştə getmərəm. Məncə öz şəxsi prinsipimizi hər yerdə güzəştə gedə bilmərik də. Ola bilsin gedə bilərik, ola bilsin getməyə bilərik, amma ki gedə bilmərik. Bəli, burada deyir hər bir məsələdə Güzəştə getmərəm deyirəm, amma olmaz. Güzəştə Getmək lazımdır, getmək müəllim, olar, getmək amma hər lazımdır bir bəzi yerlərdə. məsələdə yox da bu baxımdan. Yəni baxın, deyir 80% Bəli, bəzi yerlərdə güzəştə getmək getmək olar, lazımdır. amma 20% yox. O baxır hansı məsələdə. Ona görə razı deyiləm. Bəli, 33. bəli, bəzi yerlərdə olar. 33. İş yoldaşım şəxsi problemi ucbatından zəif nəticə göstərsə, mən ona kömək etməyə çalışaram. Zəif nəticə göstərsə, razıyam. Tamamilə razıyam. Bəli. Yoldaşım şəxsi problem, bir də oxumalım. İş yolda razıyam dedim də, mən düzgün oldu, hə? Aha, tamamilə razıyam. Kollektivdə fikir və rəy tamamilə razıyam, hə? Kollektivdə fikir və rəylərimin başqaları üçün əhəmiyyətsiz olduğunu düşünürəm.
Demək, bir dənə də sual dərk eləyim. Kollektiv fikir və rəylərimin başqaları üçün əhəmiyyətsiz olduğunu düşünürəm. Xeyr, müəllim, bundan qətiyyən razı deyiləm. Hı -hı. 35. Mürəkkəb elmi və ya metodiki məqalələri oxumaq mənə darıxdırıcı gəlir. Xeyr, razı deyiləm. Hı -hı. Qətiyyən razı deyil. Mürəkkəb elmi və metodiki məqalələri oxumaq mənə qətiyyən olmur, amma məncə razı deyiləm olmalıdır. Ola bilsin ki, hansısa bir metodiki məqalə oxumaq mənə darıxdırıcı ola bilər. Hı -hı. Yaxşı. Amma məncə elə bilirəm ki, razı deyiləm olsun. Aydın. Bəli. Yaxşı. Olur da, Nurani müəllim, məqalənin hamısı bizim Əhmədlə. kursumuza gəlmir ki. Çox sağ olun, müəllim. Buyurun. Bəli, oxuyum sualı. Aha, buyurun. Aha. İş prosesində qaydalara ciddi əməl etmək yaradıcılığı məhdudlaşdırır. Razı deyiləm. Aha. Çünki iş prosesində qaydalara Qaydalara ciddi ciddi əməl etmək lazımdır. belə deyək də, biri var iş prosesimiz ciddi rejimdə olsun, biri var biraz yumşaq rejimdə olsun. Biz ciddi şəkildə əməl etsək hər şeyə, bizim yaradıcılığımızı məhdudlaşdırmır. Əksinə, eyni qaydada onsuz biz yaradıcılıqla məşğuluq da, aydındır. Hardasa 20% məhdudlaşdıra bilər. Çünki sərbəstliyimizi bizim əlimizdən alır da biraz. Amma 80% məhdudlaşdırmır. Doğrudur. Cəmiyyətdə status qazanmaq üçün imkanlarımdan daha baha geyinməyə çalışıram. Xeyr, qətiyyən razı deyiləm. Çünki cəmiyyətdə mənim statusumu mənim geyimim deyil, mənim davranışlarım, mənim düşüncə tərzim formalaşdırır. Məncə mənim geyimim yox. Doğrudur müəllim, yoxsa? Ha, bəli, doğrudur. Təndid olunduqda uzun müddət özümə gələ bilmirəm və həvəsdən düşürəm. Qətiyyən razı deyiləm. Mən müasir müəlliməm və təndidlərə açığam. Təndidlərdən özümə dərs çıxartmağa çalışaram Bəli, və bu mənə psixologiyama təsir edir. Öz sahəmdəki son yeniliklər və elmi tədqiqatlarla müntəzəm izləyirəm. Bəli, izləyirəm. Bayaq dediyim kimi, mən artıq yeni müasir bir müəllim tipiyəm. Ədəbiyyatdan çıxmış və bəli, özümü tam buraxanlara tək başına işləməyi daha çox sevirəm. Xeyr, özümə bəzən ola bilər ki, burada yazıram ki, razı deyiləm. Çünki bəzən insanın özünə qapanıb işinə diqqət verməsi lazımdır. Doğrudur. Ancaq əgər sən icma əsaslı qrupdasansa, özünə qapanmalı deyilsən. Çünki sənin ətrafında kollektivin var, uşaqlar var, sən onlarla ünsiyyətdə olmalısan. Bəli, doğrudur. Yaxşı, aydındır. Sonra, deməli, Xatirə müəllimə Qasımova. Siz deyəsən yarımçıq qalmışdınız bayaqları. Mən bir dənə söz deyim. Mən bu keçən sualda qətiyyən razı deyiləm, olmalı deyildi. Məncə elə bir elə olmalıdır. Hansı sualda? Əvvəlki sualda. Axırda baxacaq da. 40-da. Axırda baxacaq. 40-cı sualda. Axırda baxacaq. Çünki qaytarmaq olmur dala. Yaxşı. Orxan Müəllim, ilk öncə təsdirlərə görə üzr istəyirəm. Mən evdə deyiləm. Səhhətimlə bağlı qıraq yerə çıxmışıq deyə qıraq yerindən səslər gəlir. Yəni mən də oturmuşam həyətdə. Təyibi yox. Mən həyatımda heç bir vaxt kimsəyə yalan danışmamışam. Razı deyiləm. Yəni ola bilər ki, yalan danışmışam da, razı deyiləm. Həyatımda heç vaxt heç kimə yalan danışmamışam. Təbii ki, insan bayaq dediyimiz kimi ola bilər yalan danışsın, amma bu müsbətə yalan olsun da. Ona görə razı deyiləm, doğrudur, doğrudur. Ətrafımdakı insanlardan uğur mənə hər zaman böyük qürur, sevinç hissi. Ətrafımdakı insanların uğur mənə hər zaman böyük qürur və sevinç hissi verir. Tamamilə razıyam. Bəli, doğrudur. Fərqli sahələrə aid faktlar, məlumatlar toplamaq mənə maraqlıdır. Razıyam. Burada razıyam olacaq. Çünki fərqli sahə olduğu üçün
80% belə deyək də toplaya bilərik. 100% amma yox. Amma öz sahəmiz olsa, hə, tamamilə razıyıq. Nadir hallarda olsa əsəbləşəndə içimdə narahatlıq və qəzəb hissi hiss edirəm. Qismən razıyam. Aydındır. Burada cavab razıyam fikri və qismən razıyam fikri ola bilər. Əsas cavab kimi, amma razıyama daha çox önəm verilir. Çünki nadir hallarda sözü var. Nadir hallar ümumi desə, hə, onda biz deyərik ki, qətiyyən razı deyiləm. Çünki söhbət ümumidən gedir, ümumi qəzəbdən. Amma hardasa nadir hallarda cüzi qəzəbimiz ola bilər. Ona görə də razıyam. Aha, müəllim, bildim. Eyni anda bir neçə təcili tapşırığı aldıqda təşvişə düşürəm. Mən buna qismən razıyam. Eyni anda bir neçə tapşırığı Qətiyyən razı deyil. təcil aldıqda Qətiyyən razı deyil. ola bilər, Olacaq. olmaya da Çünki bilər. müəllim 10-dan tapşırıq alsa belə təşvişə düşməz. Müəllim belə deyək də özün idarə etməyi bacarmalıdır, çəkinməməlidir, stres çox da yaşamamalıdır. Ona görə qətiyyən razı deyiləm. Aydındır? Yəni bu o deməkdir ki, sizə Aha. nə qədər tapşırıq versə hamısını eləyə bilərsiniz. Aydındır. Yaxşı, başqa müəllimlərdən kimlər cavab vermək istəyir? 28 dəqiqə vaxtımız var. Kimlər cavab vermək istəyir? Cavab verməyən müəllimlərdən zəhmət olmasa əlləri qaldırsın. İmanova xanım müəllimə cavab verməyib. Buyurun. Bəli, salam müəllim. Salam, buyurun. 46 bir dəqiqə. Mənim üçün başqalarının hisslərindən ziyadə sırf işin nəticəsi vacibdir. Xeyr, razı deyiləm. Qətiyyən razı deyiləm. Doğrudur. Dərsliklərdən istifadə etməkdənsə yalnız hazır xülasələrlə oxumağa üstünlük verirəm. Dərslikdən əlbəttə ki, istifadə etməliyik. Burada da razı deyiləm. 46-da razı deyiləm olacaqdı. Biz səhv vurduq. Qətiyyən razı deyiləm vurduq. Eybi yoxdur. Axırda baxarıq. 47-də. 47-də qətiyyən razı deyiləm. 48-ə baxın. Bəli. 48. Həmkarlarım tez-tez tapşırıqları son dəqiqəyə saxladığımı qeyd edirlər. Yəni həmkarlarım deyir. Sizə kimsə tapşırıq verir, siz onu həll eləmirsiniz, axırda həll edirsiniz o tapşırığı, o problemi. Xeyr, yəni razı deyiləm bundan. Qız 9. Həmkarımın səhvini gizlətməsinə kömək etmək, münasibətimi qorumaq baxımından düzgündür. Məncə burada da qismən razıyam. Baxın, həmkarımın səhvini gizlətməsinə kömək etmək, münasibətimizi qorumaq baxımından düzgündür. Bu o deməkdir ki, siz həmkarınızın səhvini həmkarınıza demirsiniz. Onu gizlədirsiniz. Səhv etdiyini ona demirsiniz. Amma əksinə onda razı deyiləm. Müəllim bəli, səhv etdiyin deməlidir. Həmkarına səhv etdiyin deməlidir ki, o bir də o səhv eləməsin. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Bəli, 50. Məndən fərqli düşünən və ya fərqli həyat tərzi olan insanları qəbul etməkdə çətinlik çəkirəm. Xeyr, yəni ola bilər fərqli insanlar, fərqli düşüncəli insanlar olsun, qətiyyən razı deyiləm. Bəli. Mücərrəd ideyalar haqqında düşünmək mənə praktiki tapşırıqlar icra etməkdən daha maraqlıdır. Bu razıyam ola bilər. Qismən razıyam ola bilər. Qismən razıyam. Bəli, 50-50-də mücərrəd ideyalar haqqında düşünə də bilərəm, düşünməyə də bilərəm. Bəli. 52-yə də baxın. Oxuyum. 52. İşdə əldə etdiyim uğurlar üçün maddi mükafatlandırılmaq mənəvi dəyərləndirilməkdən daha vacibdir. Burada razı deyiləm. Aha, maddi mükafatlar ala bilərik. Qətiyyən. Mənəvi dəyərləndirmə, amma ondan bəli, 20% maddi. Xeyr, qətiyyən razı deyiləm burada. Yox, burada razı deyiləm ola bilər. Çünki 20% məsəl üçün maddi mükafatlandırmaq ola bilər. Çünki bizə bu da lazımdır.
Amma 80% mənəvi mükafatlandırma bizə bəhs edir öz Bəli. çıxışda. Ona görə də razı deyiləm. Yaxşı, başqa kimlər cavab vermək Yaxşı, müəllim. istəyir cavab verməyənlərdən? Cavab verməyənlərdən cavab vermək istəyənlər varsa buyura bilər. Necə? Salam. Buyurun. Biz vermək istəyirik cavab müəllim. Ha, buyurun verin. Nəcibə Zeynalova. Boş vaxtlarımda sənətli filmlərə baxmaq mənə zövq verir. Razıyam. Tamamilə Razıyam. razıyam. Bəzən zövq verə bilər, bəzən yox. Ona görə razıyam olacaq. Tamamilə razıyam yox, razıyam. Çünki bəzən zövq verməyə də Razıyam. bilər film. Hə, 54. düzdür. Gərgin və təcili situasiyalarda belə sakitliyimi qoruyub doğru qərarlar verə bilərəm. Gərgin və təcili situasiyalarda sakitliyimi qoruyub doğru qərarlar verə bilərəm. Razıyam. Qismən. Yox, tamamilə razıyam olmalıdır burada. Çünki ümumiyyətlə gərgin və təcili situasiyalarda müəllimin qərar verməsi düzgün olmalıdır və icmada da qərar vermə əsas götürüldüyü üçün burada tamamilə razıyam. İşimlə bağlı mənə verilən iradlar haqsız olsa belə dərhal reaksiya verməyib əvvəlcə dinləyirəm. Bəli, buna da razıyam. Tamamilə razıyam. Deyir, işimlə bağlı Haqsız olsa belə mənə tamamilə verilən razıyam. iradlar haqsız olsa belə dərhal reaksiya verməyib əvvəlcə dinləyərəm. Bəli, cavab burada budur. Bəli. 56. Müdiriyyət və həmkarlarım tərəfindən verilən haqlı iradları qəbul etmək mənə psixoloji olaraq çətin gəlir. Xeyr, gəlmir. Bəlkə səhvimi deyir. Elə ola bilərmi? Razı deyiləm. Tərəfindən verilən haqlı iradlar qəbul etmək mənə psixoloji Bəli, qətiyyən razı deyiləm. Olaraq Müdiriyyət və çətin gəlir. həmkarların tərəfindən verilən haqlı iradlar qəbul etmək mənə çətin gəlir. Təbii ki, çətin gəlməməlidir. Əgər haqlıdırsa, Bəli. mən bunu qəbul edə bilərəm. Bəli. Mənim üçün praktiki tətbiqi olmayan nəzəri bilikləri öyrənmək vaxt itkisidir. Mənim üçün praktiki. Xeyr. Aha, mən bu Razı dünyaya yaza deyiləm. bilərəm, razı deyiləm. Çünki baxın, qətiyyən razı deyiləm, düzgün olmaz. Amma razı deyiləm, düzgün olar da. Çünki 20% biliklər ola bilər ki, bizə lazımsız ola bilər. Məsəl üçün mən gedib mənə öz lazımsız olan hər hansı bir belə deyək, nəzəri biliyi niyə əldə edim ki, mənə onsuz bu lazımsızdır da 20%. Amma 80% lazımlı olacaq. Bəli, düzdür. 59-cu suala baxaq. 58-də. Mənim üçün cəmiyyətdə Mənim üçün cəmiyyətdə tutduğum mövqe və qazandığım status pulda daha əhəmiyyətlidir. Xeyr, puldan daha əhəmiyyətlidir. Razı deyiləm. Mənim üçün cəmiyyətdə tutduğum mövqe və qazandığım status puldan daha əhəmiyyətlidir. Yəni pul daha çox əhəmiyyətlidir, yoxsa sizin statusunuz, sizin adınız, sizin sanınız, şöhrətiniz əhəmiyyətlidir, yoxsa pul? Status. Əlbəttə ki. Bəli, bəli, bəli. Xeyr, pul yox, pul yox. Deməli burada Statusum əhəmiyyətlidir. Razıyam. Razı deyiləm. Razı deyiləm olacaq burada. Qətiyyən razı deyiləm də, razıyam. Yox, burada deyir ki, Razıyam. qulaq asın, oxuyun. Deyir ki, mənim üçün cəmiyyətdə tutduğum mövqe, qazandığım status puldan daha əhəmiyyətlidir də. Yəni bizim üçün bizim adımız, sanımız, qazandığımız status bizim puldan daha əhəmiyyətlidir. Həqiqətən bəli. Razıyam. Bəli. Sualı biraz düzgün başa düşmədim. Bəli, düz vurdunuz siz. Müəllim, niyə tamamilə razı olmadı ki, razıyam oldu? Çünki 20% pul da lazımdır da bizə. Müəllim. 20% pula biz saxlayırıq da, ona görə. Kitab oxuyarkən diqqətim tez dağılır və uzun mətnləri sona dək tamamlaya bilmirəm. Xeyr, razı deyiləm. Burada qətiyyən razı deyiləm. Çünki biz kitab oxumağı bilməliyik. Bizim bu diqqətsiz olmağımızı göstərir. Əgər biz tamamilə razıyam yazsaq, ona görə qətiyyən razı deyiləm. Yəni diqqətimiz var bizim. Qətiyyən razıyam. Bəli.
İnsanların zəif tərəflərini görmək və onları müşahidə etmək mənə həzz verir. Xeyr, vermir. Qətiyyən razı deyiləm. Doğrudur, aydındır. Yaxşı, başqa kimlər? Bəli. Başqa kimlər davam etmək Çox istəyir? sağ olun. Əlləri qaldırsın və yaxud da desinlər belə. Aytaz Zülfüqarlı. Cavab verməmişsiniz. Cavab vermək istəyirsiniz? Bəli. Aha. 61. İnsanların zəif İş prosesində standart təlimatlara əməl etməkdənsə, öz yaradıcı ideyalarımı tətbiq etməyi üstün tuturam. Burada qismən razıyam. Baxın, deyir, iş prosesində standart təlimatlara əməl etməkdənsə, öz yaradıcı ideyalarımı tətbiq etməyə üstün tuturam. Təbii ki, burada qətiyyən razı deyirəm. Çünki bizim təlimatlarımız da var. Biz o təlimatlara əməl etməliyik. Yəni, qayda qanuna əməl etməliyik. Ona görə qətiyyən razı deyiləm. Yox, daha doğrusu qismən razıyam. Çünki ola bilər də bizim yaradıcılığımız olsun. İş prosesində qismən razıyam, düzdür. Hə. Səbəbsiz yerə əhvalımın tez-tez dəyişdiyini hiss edirəm. Qətiyyən razı deyiləm. Aha, qətiyyən razı deyiləm, düzdür. Müəllim oxuyum mən, yoxsa başqa müəllim oxusun? Oxuyun. Səhvimi heç kim görməyibsə, onu düzəltməyə ehtiyac olmadığını düşünürəm. Müəllim, əgər mən bilirəmsə, bu səhv olduğunu mən özüm dərk eləyirəmsə, səhvimi heç kim görməyibsə, onu düzəltməyə ehtiyac duyduğunu düşünürəm. Qətiyyən razı deyiləm də. Səhvimi Qətiyyən razı görməyibsə, onu deyiləm. düzəltməyə ehtiyac olmadığını. Təbii ki, səhvim heç kim görməyibsə, mən özüm görmüşəmsə, mən gedib onu düzəldirəm. Amma deyir, ehtiyac yoxdur, amma ehtiyac var axı. 64. Tutulmayacağımı bilsəm 1 milyon oğurlayardım. Müəllim, bu keçən il yox, ondan əvvəlki düşmüşdü imtahanda. Qətiyyən razı deyiləm. Bəli. Keçən il də düşmüşdü bu. Bir də bahalı maşına. Hə, bir də bahalı maşına düşmüşük ki, istəyərsən bahalı maşında gəzəsən. Bəli. Özü maşının markası da yazılmışdı. Fərqli mədəniyyətlər və həyat tərzləri haqqında öyrənmək mənə maraqlıdır. Tamamilə razıyam. A variant. Fərqli mədəniyyətlər öyrənmək maraqlı ola bilər, amma başqa şeylər də sizə maraqlı ola bilər də. Ona görə razıyam. Yəni 80% mədəniyyət öyrənmək, 20% məsəl üçün dil öyrənmək, nəsə öyrənmək. Yaxşı, buna da baxın. Bu mənada, hə, başa düşdüm. Roman, şeir yazmaq, rəsm çəkməyi sevirəm. Burada razıyam. Razıyam və yaxud da qismən razıyam cavabları doğru ola bilər. Çünki hər adam şeir yaza bilmir, roman yaza bilmir, amma rəsm çəkmək təbii ki, lazımdır. Çünki icmada uşaqlara bəs rəsm çəkəndə belə deyək də, uşaqlara baxıb onlara kömək etmək düzgün olmaz bu baxımdan. Düzgün olar bu baxımdan rəsm çəkmək. Yəni hər müəllimin gəlir rəsm çəkmə qabiliyyətinin azı olsun. Ona görə razıyam. Yaxşı, başqa görək kimlər? Vaxtımız az qalıb, başqa kimlər? Suallarımız da azalıb. Yaxşı. Başdan kimlər cavab vermək istəyirsə, cavab verənlərə aiddir, hamıya aiddir. Əl qaldırsın yenidən. Məxluqa Qurbanova, sizdən başlayırıq. Oxuyun. Uşaqların gün ərzində göstərdiyi emosional dəyişikliklər və tutaqlıqlar məni tez yorur. Xeyr, tamamilə razı deyiləm. Aha. 68. Tez-tez oxuyun, vaxtımız azdır. 68. Ensiklopediyanı vərəqləməyi sevirəm. Razıyam. Burada razıyam. Yəni bəzən vərəqləyirəm, bəzən yox o baxımdan. Vaxtım oldu vərəqləyirəm. 69. Müdiriyyətin və ya metodistlərin dərsimi müşahidə etməsi
məndə kəskin həyəcan və gərginlik yaradır. Razı deyiləm. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm, yoxsa razı deyiləm Yox, müəllim? qətiyyən razı deyiləm. Hə, müxtəlif xalqların tarixi və mədəniyyəti haqqında oxumaq mənə ruh yüksəkliyi verir. Razıyam. Hı -hı. Gündəlik işlərimdə planlaşdırdığım cədvəldən kiçik kənara çıxmalar olduqda özümü itirirəm. Xeyr, razı deyiləm. İşimlə birbaşa əlaqəsi olmayan, lakin ümumi dünya görüşümü artıran mövzularda mütaliə etməyi sevirəm. Razıyam. İşimlə birbaşa əlaqəsi olmayan, bəli, razıyam. Orada Yaxşı. Royana müəllimə, buyurun. Sizdən davam eləyək. Əl Bəli, qaldırın. müəllimə. Bir qədər əvvəl. Buyurun. Mən həvəslə edilmiş işdə xırda detallara və sənədləşməyə diqqət etməyə vaxt itkisi hesab edirəm. Qətiyyən razı deyiləm. Yox, burada razı deyiləm olacaq. Bəzən bu, belə deyək də, vaxt işi ola bilər bəzən. Nə zaman ola bilər? Məsəl üçün, xırda bir detal versə, lazımsız bir, belə deyək, iş versə, bu bizim vaxt işimiz olar. Tutaq ki, kimsə sizə lazımsız bir iş verib, lazımsızdır da. Yəni, bunu siz işlərsiniz, vaxt işisi olar. Ona görə də razı deyiləm veririk. Yəni, 20% artıq bizim razılıq əlamətimiz var bu mənada. Şəxsi prinsiplərimə görə bir məsələdə haqlı olduğumu bilsəm, həmkarlarımla kompromisə getməkdən imtina edirəm. Qətiyyən razı deyiləm onlarda. Burada da razı deyiləmdir. Baxın, niyə görə razı deyiləm? Çünki əgər haqlıyamsa 20% kompromisə getmərəm. Amma 80% kompromisə gedərəm. Haqlıyamsa. 75. Cəmiyyətdə tutduğum mövqeyi və statusumu artırmaq üçün göstərişli geyinməyə üstünlük verirəm. Qətiyyən razı deyiləm. Doğrudur. 76. Həmkarımın ciddi qayda pozuntusuna göz yummaq komanda yoldaşlığı baxımından doğrudur. Qətiyyən razı deyiləm. Göz yummaq olmaz. Göz yummaq olmaz. İş prosesində narazı və aqressiv valideynlərlə qarşılaşdıqda şəxsi emosiyalarımı idarə edə bilirəm. Tamamilə razıyam. Gərgin və sıx iş qrafikində şəxsi masamı və təlim materiallarımı nizamda saxlamağa vaxt itirmirəm. Burada mən razı deyiləm onlarda. Bəli. Tənqid və iradla qarşılaşdıqda dərhal müdafiə olunmağa və qarşı tərəfi təqsirləndirməyə meyilliyəm. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Tənqidi mən qəbul edirəm. Öyrənməkdə çətinlik çəkən uşaqlar üçün dərsi fərqli üsullarla təkrar izah etmək pedaqoji baxımdan vaxt itkisidir. Qətiyyən razı deyiləm. Qətiyyən razı deyiləm. Əksinə bu vaxt işi deyil. Yəni bizim uşağın inkişafını gətirib çıxardır. Yaxşı, Simarə Rizvanlı. Bəli, müəllim, buyurun. Buyurun, tez-tez Yeni və mürəkkəb informasiyaları öyrənərkən dərhal ensiklopedik və ya elmi mənbələrə müraciət edirəm. Bəli, yəni tamamilə razıyam. Öyrənmək üçün mürəkkəb informasiyaları dəqiqləşdirmək üçün araşdırma edirəm. Tamamilə razıyam. Yox, burada razıyam olar. Çünki biz hər dəfə müraciət etmirik axı. Bizə lazım olanda müraciət edirik. Hə, başa düşdüm. Ətrafımdakı insanların zəif tərəfini müşahidə etmək və tənqid etmək mənə mənəvi rahatlıq verir. Bu qətiyyən razı deyiləm. Tənqid etmək, müşahidə edə bilərəm, amma tənqid mənə tanış olmayan iş üsullarını sınamaq əvəzinə hər zaman sınanmış rutin metodlara sadiq qalıram. Razı deyiləm.
Müəllim, Buyurun 84. mənim üçün qazandığım maaş gördüyüm iş keyfiyyətindən və mənəvi dəyərindən hər zaman daha önəmlidir. Razı deyiləm. Aha 85. Yəni maaş önəmlidir, amma gördüyüm işin dəyəri ondan daha önəmlidir. Uşaqların verdiyi sadə və ya lüzumsuz görünən suallara cavab verməkdənsə, dərsi təmkinlə davam etməyə üstün tuturam. Razı deyiləm. Qətiyyən razı deyiləm. Yoxsa qətiyyən razı deyiləm. Uşaqların verdiyi deyir, uşaqların sadə və sualları lüzumsuz görünən cavablandırılmalı. suallara cavab verməkdənsə dərs təmkinlə davam etmək. Yəni lüzumsuz sual olsa da biz uşağın cavab verməliyik. Ona görə də 100% qətiyyən razı deyiləm. Yaxşı, Pərvanə müəllimə Abuşova. 86. Həyatımda heç vaxt hər hansı bir mövzuda səhv qərar verməmişəm. Razı deyiləm. Razı deyiləm. Yəni çünki ola bilər. Elə hallar olur ki, səhv qərarlar verə bilirik. Bəli. Özümə uyğun görmədiyim bir sahədə sırf yüksək gəlir üçün illərlə işləməyə razı olaram. Razı deyiləm. İş yerində effektivliyi artırmaq üçün bəzən standart təlimatlardan müsbət mənada kənara çıxıram. Razıyam. Burada qismən razıyam olacaq. Yəni 50-50-yə çıxa bilər, bilərəm, çıxmaya da. İki nəfər qeydiyyatdan keçirir gimnaziya. Keçmişəm, 10 nəfər qeydiyyatdan keçirir. Səsi bağlı öndə. Simarə müəllimə, sizdədir deyəsən. Bəzən daxilən xoşlamadığım insanlarla qarşılaşdıqda belə peşəkar etikaya görə onlarla nəzakətlə rəftar edirəm. Tamamilə razıyam. Nəzakətlə rəftar edirəm. Burada razıyam olacaq. Çünki bəzən daxilən xoşlamadığım insanlarla qarşılaşdıqda belə peşəkar etikaya görə onlarla nəzakətlə rəftar edirəm. Bəzən etmək olar, amma bəzən yox da. Ona görə məncə razıyam. Burada. 90. Həyatımda heç vaxt heç kimə kiçik də olsa yalan danışmamışam. Razı deyiləm. Razı deyiləm. Ola bilər 20%. Elə hallar olur ki, danışa bilirik. Yaxşı. Növbəti müəlliməmiz Orxan Mədatov. Bəli, müəllim. Buyurun. Gözlənilməz krizis anlarında məsuliyyəti üzərimə götürməkdən çəkinmirəm. Tamamilə razıyam. İşdə əldə etdiyim uğurlar üçün maddi mükafat almaq mənəvi dəyərləndirilməkdən daha vacibdir. Qətiyyən razı deyiləm. Yox, razı deyiləm. Razı deyiləm. Yəni ikisi də ola bilər. Boş vaxtlarımda rəsm çəkmək, şeir, mətn yazmaq və yaradıcı hobbilərlə məşğul olmaq mənə zövq verir. Qismən ola bilər. Razıyam. Ya qismən razıyam. Qismən razıyam. 50. Tutulmayacağımı və heç kimin xəbəri olmayacağını bilsəm, mənimsəmə etməkdən böyük problem görmərəm, qətiyyən razı deyiləm. İş yerində qaydalara riayət olunması üçün şəxsi maraqlardan imtina etmək lazımdır. Razıyam. Razıyam. 20% olar, 80% imtina etmək olar. Amma 20% şəxsi maraqlar da önəmlidir. Bəli. Həmkarlarımın uğursuzluqlarını gizlicə sevinirəm. Qətiyyən razı deyiləm. Aydındır. Sahilə müəllimə Əmrahova, sonuncu sualda siz deyin. Bəli. Rəhbərlik mənə haqsız yerə töhmət versə, özümü dərhal sakitləşdirib, vəziyyəti konstruktiv həll edərəm. Tamamilə razıyam. Yəni araşdırarım. Heç vaxt heç kimin haqqına girməmişəm. Burada razıyam ola bilər də. Bəlkə bilmədən kiminsə Yox, razı deyiləm. fərqində olmadan. Haqqına girməmişəm, razı deyiləm. Yəni ola bilər ki, bilmədən girmiş ola bilərəm də. Ona görə razı deyiləm. Mən də onu bilmirəm. İşdə başqalarının ideyalarını öz adıma çıxmaqda problem görmürəm. Burada qətiyyən razı deyiləm, yəni. Kiminsə fikrini öz adıma çıxmıram da, ideyalarım. Yüz gələcək peşəkar inkişafım üçün hər gün ən azı bir yeni məlumat öyrənməyə çalışıram.
Tamamilə razıyam. Yəni gündəlik yeniliklərə açığam da öyrənə bilərəm. Yaxşı. Deməli 497 bal bir sualda səhv eləmişik. Görək hansı sualdır səhv yazdığımız sual. Bir sualda səhv yazmışıq. Mürəkkəb elmi və ya metodik məqalələri oxumaq mənə darıxdırıcı gəlir. Bu Məxluqa müəllimə sizdə idi bu sual yoxsa kimdə idi bu? Mürəkkəb elmi və metodik məqalələri oxumaq mənə darıxdırıcı gəlir. Biz bura razı deyiləm yazmışıq, amma cavab qətiyyən razı deyiləm çıxıb. Yəni bir sual burada səhv eləmişik. Deməli bir sual burada səhv eləmişik. Bir də müəllim 94-cü sualı mən heç başa düşmədim. Sonra bir burada mənim üçün başqalarının hisslərindən ziyadə sırf işin nəticəsi vacibdir. Cavab burada qətiyyən razı deyiləm imiş. Biz qətiyyən razı deyiləm yazmışıq. Başqalarının hisslərindən ziyadə sırf işin nəticəsi vacibdir. Burada cavab razı deyiləm imiş. Yəni 80% bizdə başqalarının hissləri önəmlidir. 20% işimiz önəmlidir. Amma biz 100% başqalarının hisslərin önəmlidir. Onu götürmüşük. Bu da doğru olmayıb. Yəni biz artıq öz işimizi götürməmişik. Düzgün deyil. Cavab D-dir, düzdür. Sonra növbəti sual görək hansı sualda səhv yazmışıq. Neçənci sual düz bilmədim. 94-cü sualı heç başa düşmədim. Cavabını da bilmirəm. Həyatımda heç vaxt hər hansı bir mövzuda səhv qərar verməmişəm. Burada cavab qətiyyən razı deyiləm imiş. Biz razı deyiləm. Yəni səhv qərar verməmişəm. Həyatımda heç vaxt hər hansı bir mövzuda səhv qərar verməmişəm. Cavab qətiyyən razı deyiləm imiş. Yəni hardasa mən səhv qərar vermişəm də müəyyən vaxt. Biz amma razı deyiləm. Müəyyən mənada artıq bir bal burada fərqli oldu. Yəni bəzi məqamlar ola bilər ki, eyni müəllim başqa cür fikirləşir, bir müəllim başqa cür fikirləşir. Qalan testlərimizdə doğrudur. 3 sualda elə bir ki, razı deyiləm. Yəni 4 ballıq olub 3 sualımız, 5 ballıq yox. 90 neçənci sual dediniz? Baxaq. 94. 94. Deyir ki, tutulmayacağımı və heç kimin xəbəri olmayacağını bilsəm, mənimsəmə etməkdən böyük problem görmərəm. Yəni əgər mən kimsə desə ki, səni tutmayacağam və heç kimin bundan xəbəri olmayacaq, onda mən gedərəm, məsəl üçün, bankdan oğurluq eləyərəm, yaxud da mənimsəmə eləyərəm və yaxud da külli miqdarda pulu öz adıma keçirərəm. Bilərəm ki, onsuz da mən tutulmayacağam. Başa düşdünüz? Bəli, o mən. Bəli, indi başa düşdüm. Sağ ol. Müəllim, olar bir dənə sual verim. Mən bu cavab hansı sayta gələcək?